Mənə bu 100 manat hələ ki vereyim. Qalır 30 manat, hə, qalır 30 manat. Onu da bir tər valla güclə alıram onlardan. Yığım verərəm. Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Məktəblərin birində şagirdlərdən pul yığma kampaniyasını əks etdirən bu səs yazısı sübut edir ki, dünyada ən ağır xəstəlik korrupsiya xəstəliyidir. Bu xəstəlik bizim üçün o qədər müqəddəsləşib ki, gündəlik həyatımızı rüşvətsiz təsəvvür etmirik. Hər hansı bir işimizi aşırmaq üçün rüşvət verməsək, özümüzü narahat hiss edirik. Hətta rüşvəti halallıq kimi də qəbul edirik. Bu xəstəlik cəmiyyəti elə bürüyüb ki, sağalması mümkün deyil. Rüşvət ilk növbədə özümüzdən başlayır. Biz anadan olanda valideynlərimizin mamaçanın ovucuna basdığı rüşvət həyata ilk nəfəsimizin oksigeninə bulaşır. Biz rüşvətlə doğulanlardanıq və bu rüşvət oksigeni doğum evindən bağçalara, orta və ali məktəblərə, iş yerlərinə, qısacası qəbr evinə qədər bizimlə gedir. Bu rüşvəti də dediyim kimi müqəddəsləşdirib adını halallıq və ya şirinlik qoymuşuq. Mamaçıya, bağça müəlliməsinə şirinlik, diplom müdafiəsinə şirinlik verərək korrupsioner kadr yetişdiririk və sonda ölən də qəbristanlıqda mollaya da bir rüşvətin adını halallıq qoyaraq həyata vida edirik. Əvəz-əvəz dünyasında vaxtı ilə verdiklərini geri qaytarmaq üçün təbii ki, məmur da rüşvət alır. Beləliklə, rüşvət həyatımızın ayrılmaz hissəsinə çevrilir. Dünyada yeganə milləti ki, orta məktəb vaxt alır deyə repetitor yanına gedən uşağı məktəbdən yayındırmaq üçün direktora pul təklif edirik. Yeganə milləti ki, bığı, burma, azman övladımızı vətəni qorumağa yollamamaq üçün hərbi komissarlıqdan adam axtarırıq. Rüşvətlə niqodlu bilet almaq istəyirik. Niyə hamı istəyir ki, uşağı hüquqşünas olsun? Konstitusiyamızı etibarlı əllərdə görmək üçünmü? Yox. Cinayətkardan, qanun pozandan rüşvət alıb dəbdəbəli həyat yaşaması üçün. Niyə həkim olmasını istəyirik? İnsanların sağlamlığının keşiyində durması üçünmü? Yox. Həkim xalatının rüşvət ciblərini çoxaltmaq üçün. Gömrü işçisi olmasını arzu edirik. Qaçaq malçılıqla mübarizə aparması üçün. Qətiyyən. Qanunsuz mallara göz yumub əvəzində çaxçıqlı, dəbdəbəli bir həyat yaşaması üçün. Bu yara sağalmayacaq. Çünki yüksək Çinli təhsil yetkilisi deyir ki, məktəbdə bəzi işlərə pul yığmaq olub və yenə də olacaq. Ancaq könüllülük şərti ilə. Bu bilirsiniz nəyə bənzəyir? Məhərrəmlikdə bir oliqarx mollanın yanına gəlib deyir ki, ay molla, Ukraynadan köhnə sevgilim Natasha gəlib. Məhərrəmlikdə oteldə həmin qadınla zina edə bilərəmmi? Molla deyir, qətiyyən olmaz. Oliqarx cibindən $200 basır mollanın cibinə ki, a molla, kitaba bir də bax. Dollardan cibi içinə molla deyir ki, olar. Yalnız bir şərtlə. Əlaqədə olarkən gərək qəmgin və kədərli halda izdivacda olasan. Hörmətli yetkili, büdcədən ən çox vəsait təhsilə ayrılır. Valideyn də pul yardımı edəcəksə, nə işə baxırsınız siz? Valideyn komitəsi adlı qeyri-legal bir vəzifə icad etmişsiniz özünüzdən. Güya heç kəs bilmir ki, valideyn komitə rəhbəri birbaşa valideynlərlə məktəb rəhbərliyi arasında maklerlik funksiyasını yerinə yetirir. Kimi anladırsınız ki siz? Niyə valideynlərlə bu fən müəllimlərini üz-üzə qoyursunuz? Niyə alçaldırsınız bu binəvə müəllimləri? Harada görünür ki, rüşvətin adını qoyasa könüllü pul yığma? O könüllü pul yığmada könülsüz pul verməyən uşağın aqibətini düşünürsünüzmü? Arxa partada oturdulacaq, diqqət ayrılmayacaq, bəlkə də gələcəyin alimini küstürəcəksiniz elindən. Körpəykən qol qanadı sındırılacaq, etməyin. Mövzumun son sözü, Allah bizi bizdən qorusun.